Salam əziz izləyicilər. Bir videoya rastlaşdım. Bir xanım canlı açıb qazilərimizə olan, şəhid ailələrimizə olan haqsızlıqlardan danışırdı. Həqiqətən də sözlərində 100% həqiqət var. Yəni doğrudan da qiymət verilmir, dəyər verilmir. Mən dəfələrlə bu barələrdə çox söhbətlər eləmişəm izləyicilərimlə. Həqiqətən də dəyər verilmir. Yəni mən bir sözüm budur ki, bunun sonu yoxdur. Bir dənə zəhmət olmasa izləyin, videoya baxın. Sizi, belə də deyəcəm, duxun çadır gəl məni götür. Allah səni bəlanı versin. Nə istəyirsən bu dövlətin balalarından, nə istəyirsən bu millətin balalarından. Niyə bunları bu vəziyyətə gətirib çıxardırsan? Niyə saat 6-dan o uşaq orada dərman kusmalıdır? Niyə dərman kusmalıdır o uşaq orada? O uşaq bu günlərim əl üstə tutulmalıdır. O uşağın ailəsi əl üstə tutulmalıdır. O elə qaziləri bu dəqiqə əldə tutmalısınız siz. Sizin balalarınızın gələcəyi üçün onlar can veriblər, qan veriblər. Siz niyə onları o vəziyyətə gətirib çıxardınız? Sabah mənim də oğlum əskər gedində belə eləyəcəklər. Sabah mənim də oğlum torpaq uğrunda mübarizə verində belə eləyəcək. Mən uşaq verərəm əskərliyə. Mən əziyyətlə böyütdüyüm uşağı vermərəm, heç kimə vermərəm. Mən yandıraram, o tərtərin, o enkamatını yandıraram, amma vermərəm. Belə qazilərə hörmətsizliyi görürəm, şəhidlərə hörmətsizliyi görürəm, şəhid atalarına hörmətsizliyi görürəm, vermərəm. Bir adamın da duxu varsa gəlsin qapımdan mənim uşağımı alsın götürsün. Benzin tökərəm, gedib 10 il içəridə yataram, o dövlətin o enkamatlarını yandıraram. Çünki bugünkü günü mənim uşağımın qardaşları deyək də, onlar üçün mücadilə verən qardaşların arxasında duran yoxdur. Onlar üçün, gələcəyi üçün mübarizə verən, torpağını alan bu qədər oğlanlar var idi. Ağdam deyənlər, sinəsinə döyənlər. Bu qədər füzulilər var idi, sinələrinə döyənlər. Laçınlılar var, şuşanlar var. Torpağım deyib 10 ildir, 20 ildir, 50 ildir. Ömrümüzü, günümüzü bitirmişdiniz. Hardasınız indi? Niyə səs olmursunuz? Bu qazilərin niyə səs olmursunuz? Niyə belə qazilərin səs olmursunuz bugün? Yəni videoya baxdınız. Yəni deməyim odur ki, İlham Əliyevin siyasətinin qurbanları olmayın. Uşaqlarınızı göndərməyin müharibəyə. Biz müharibəyə yox deyirik. Müharibə gözlənir, müharibə eləmək istəyirsə İlham Əliyev öz oğlunu, məmurların, nazirlərin, deputatların uşaqlarını göndərsinlər. Biz müharibə istəmirik. Öz balalarınızı göndərin müharibəyə. Allah sizin bəlanızı versin. Heç nə demirəm.